19. əsrin birinci yarısından itibaren Talış diline maraq böyük olmuş ve müxtəlif səyyahlar, alimler, dilçilər, tarixçilər ve diğer sənət adamları bu dili öğrenmeye cəhd göstermiştir. Alman alimi, Rus alimleri, Fransız alimleri ve aynı zamanda Azerbaycan alimleri de bu dilin tədqiqiyle çok ciddi məşğul olmuşlar. Esasen bu dilin tədqiqi Rus alimleri tarafından aparılmıştır. Bu dilin görkemli tədqiqatçısı Boris Ivanovich Miller 1953. yılda Talış dili kitabının müəllifidir. Bu fundamental eserin müəllifidir. Bu eser Talış dilinin bütün gramatik sistemini morfologiya, fonetika, morfologiya, leksika, sintaksis derslerini ahate edilir. Bu Miller'den sonra Talış diliyle demek olar ki ciddi şekilde Moskva'da Liya Alexandra Perekulaş olmuştur ve 1976. yılda onun Ruska, Talışki Slavar kitabı işimizi görmüştür. Pireko Talış dilinin diğer sahalarıyla meşhur olmuştur. Fakat onun demek tədqiqatları Talış dilini her taraflı öğrenmeye təsvirmə bilmezdi. Çünkü Talış dilini tədqiq etmek için gerek o Respublikanın özünde yaşayasan, o xalqla qaynayıb qarışasan, onun dilini, mədəniyyətini və adət-ənənələrini möhkəm biləsən. Talış mədəniyyətinə maraq Respublikamızda həddən artıq çoxdur. Çünkü Talışın özünə məxsus mədəniyyəti, musiqisi, adət-ənənəsi var və bu musiqini, mahnıları, adət-ənənəni özündə əks etdirən kitablar var. Bu kitablarla biz təbii ki oxucuları yenidən tanış etməyə istərdik.